Salam olsun hər kəsə. Deməli, güvəndə 66-cı sualdan, 5.4 kimyəvi təhlillər üzrə hesablamalardan 66-cı sualdan başlayaraq izah eləyirik. Məsələdə reaksiya tənliyini verib və bizdən soruşur. Tənlik üzrə eyni mol sayda götürülmüş A2 və B2 qazlarından biri qutarana qədər reaksiya gedir. Hansı qrafiklər doğrudur? Və biz demişdik ki, əgər eyni molda şərtini qoyaraq reaksiya aparılırsa, əmsal nisbətlərinə baxırıq. Yəni, 1-in 2-yə nisbətində bu proses baş verirsə, ən çox hansından götürülüb? 2-dən, yəni B maddəsindən 2 mol götürülüb. Onda A maddəsindən də 2 mol götürürük və reaksiya tam gedib deyir. Yəni, qazlardan biri qutarana qədər aydın məsələdir ki, əgər hər ikisindən başlanğıcda 2 mol götürmüşüksə, 2 mol B maddəsi istifadə olunubsa, onda 1 mol 1-in 2-yə nisbəti olduğu üçün 1 mol A maddəsi istifadə olunacaq. Yəni, B-dən heç nə qalmayıb, tamamilə sərf olunub. A-dan isə 1 mol maddə artıq qalıb. Bunu artıq biz gördük. İndi bizə deyir ki, hansı qrafiklər doğrudur və burada nə nəzərdə tutulur? Burada da hərəsindən 2n olaraq baxıb, məsələyə baxın, qrafiklərdə hər birindən 2n olaraq götürüb. Deməli, baxıram ki, birincidə mən nə gördüm? Yəni, A maddəsi nə baş verdi? 2 mol götürmüşdük, 1 molu sərf olunub və yaxud belə deyək, 2n götürmüşüksə, n molu sərf olunubsa, elə n molu da qalıb. Yəni, bu ifadə doğrudur. B2, 2n mol götürmüşüksə, B2 hamısı sərf olunub. B2-dən heç bir şey qalmayıb, düzdürmü? Burada qrafikdə görürük ki, tamamilə sərf olunub. Deməli, ikinci qrafikdə doğrudur. Üçüncü qrafikdə AB-nin mol sayını deyir. Mən görürəm ki, qrafikdə tənlikdə 1-in 2-yə nisbətində proses gedəndə burada 2 mol AB2 maddəsi əmələ gəlir. Amma burada 1 mola işarə edir. Yəni, 2n-in yarısı qədər. Bu yanlış olacaq. Ona görə doğru cavab birinci və ikinci bu şəkildə. Sonra 67-ci məsələdə bizə deyir ki, X3Y2 birləşməsində elementlərin kütlə nisbəti verib, eyni kütlədə götürülmüş X və Y reaksiya daxil olduqda, deyir ki, hansı maddə əmələ gəlir? X3, Y2 və bizdə bura əmsal olaraq 3 mol X, 2 mol Y yazsaq. Artıq qalan maddəni və kütləsini müəyyən edin. Və bizə də əmsal nisbətini nə verib? 9-un 16-ya şəklində verib. Bizə verilən əmsal nisbətlərini, yəni 9-un 16-ya, gəlin biz bunu 9A və 16A olaraq qəbul edək və burada da verilən maddənin miqdarı, əmələ gələn maddə miqdarı nə qədərdir? 12,5. Deməli, 25A bərabərdir 12,5 olarsa, A-mız olacaq nə qədər? Deməli, 25-ə bölsək 0,5. Deməli, gəl başlanğıc sərf son yazsaq. Başlanğıcda götürmüşük X eyni kütlədə götürülmüş deyirsə, 9A, indi gətirək bu nisbətdə 0,5 tapmışıq da. Yerinə qoysaq görərik ki, 9-u A-ya vursaq 4,5, 16-nı 0,5 vursaq 8 də Y maddəsi üçün. Bu X, bu Y maddəsinin kütləsi olaraq nəzərdə tutulur. Və mənə deyir ki, eyni kütlədə götürülmüş dediyinə görə böyük miqdar hansıdır? Y. Hər ikisindən 8 qram götürmüş olsaq əgər. Bizə də sərf olunan miqdarları göstərir ki, 4,5 kimdən sərf olunub? X-dən sərf olunub. Y-dən nə qədər sərf olunub? Elə 8 qram. Deməli, Y-dən heç nə qalmayıb. Artıq qalan maddə X maddəsidir və ondan da 3,5 mol maddə artıq qalıb. Cavab olacaq A variantı. Bu şəkildə. Davam edirik 68-ci sualla. X3, Y2 birləşməsində elementlərin kütlə nisbəti 9-un 16-ya kimidir? Eyni kütlədə götürülmüş X və Y reaksiya girdikdə 14 qram X artıq qalarsa, əmələ gələn X3, Y2-nin kütləsini müəyyən edin. Yenə reaksiyamızı yazaq. X3, Y2 maddəsi əmələ gəlir
Əmsalları yazsaq 3 və 2. 9-un 16-ya nisbəti bu dəfə 14 qram x artıq qalıb. Verilən əmsal nisbətimiz 9-un 16-ya olduğu üçün gəl bunu 9a və 16a olaraq qəbul eləyək. Yenə yazsaq başlanğıc, zərf, son. Başlanğıcda hər ikisindən eyni kütlə götürmüşəmsə, böyük kütlə 16a olduğu üçün hər ikisindən gəlin 16a götürək. 16a. Sonra sərf olunan miqdarlar x üçün 9a-dır, y üçün hamısı sərf olunub. Və mənə deyir ki, indi gəl bu sxemə əsasən baxaq. Deməli, y-dən heç bir şey qalmayıb, amma x-dan nə qədər artıq qalıb? X-dan da artıq qalacaq 7a qədər və 7a qədər qalıbsa, 7a bizə də deyir ki, 14 qram x artıq qalıb. Bu 7a əgər 14-dürsə, a-mız da neçəyə bərabər olacaq? 2-yə bərabər olacaq. Və bizə də deyir ki, x3, y2-nin miqdarını müəyyən edin. Baxsaq əgər miqdarına baxmış olsaq, deməli, biz bilirik ki, sərf olunan miqdarların cəmi maddə kütləsi saxlanması qanununa görə alınan maddənin kütləsinə bərabərdir. Yəni, nəyə? 25a-ya bərabərdir. Aha, bu şəkildə davam eləsək və burada x3, y2-nin kütləsini tapsaq, 25 vurulsun 2, o da bərabərdir a, o da bərabərdir 50-yə. Bu şəkildə A bəndini tapmış olduq. Davam edirik 69-cu sualla. 69-cu suala baxaq. Bir dəqiqə. Aha. 69-cu sualda bizə deyir, qapalı qabda 6 mol N2O4-ün 50% parçalanaraq NO2-yə çevrilirsə, N2O4 parçalanaraq 2 mol NO2-yə çevrilə bilər. Düzdürmü? 50%. Aha, yəni belə deyək, başlanğıc, sərf, son olaraq baxsaq prosesə 6 mol N2O4 əvvəlcədən var idi. 50% parçalanıb. Yəni nə qədər parçalanıb? 3 molu parçalanıb. Biz də burada nə görürük? Bu proses 1-in 2-yə nisbətində gedib. Yəni 1 mol N2O4 parçalananda 2 mol NO2 əmələ gəlirsə, bəs 3 mol parçalansa nə qədər əmələ gələcək? 6 mol, düzdür. Deməli, 6 mol NO2 əmələ gəldi. Son qarışığımda, yəni 6 mol N2O4 götürmüşdüm. 3-ü sərf olundu, 3-ü qaldı. Qabda da, qapalı qabdasa, alınan NO2 elə qabda qalacaq. 6 mol qalıb. Deyir, reaksiyadan sonra qabda neçə mol maddə olar? Bu da olacaq 9 mol. Deməli, oldu D variantı. Gəldik 70-ci suala. Bir dəqiqə. Aha. 70-ci sualda baxırıq. Qrafikə əsasən reaksiyanın özləri də verib. Aha, reaksiyanı yazaq. Deməli, x2 plus 2y əmələ gəlir 2z. Və emir x2 bərabərdir 2-də 1 ay. Bizə əvvəl göstəriciləri yazaq. Başlanğıc, sərf, son. Qrafikə əsasən göstəriciləri yazaq. Nə görürük? X-dan da A qram götürmüşəm, Y-dən də A qram götürmüşəm. Y-in hamısı sərf olunub, heç bir şey qalmayıb. X-ın isə B qədəri qalıb. Deməli, A açıq B qədəri nə olub? Sərf olunub. Və əmələ gəlib 80 qram da Z maddəsi. İndi bizdən nə soruşur? Və bizə bir ipucu da verib burada. Deyir ki, MrX2 nəyə bərabər imiş? 2-də 1 AR Y-ə bərabər imiş. Aha, yəni X2 bərabərdir 2-də 1 Y-dirsə, onda Y-im nəyə bərabərdir? 2 mol X2-yə bərabərdir. Yəni bir AR-i Y-in AR-i. İndi nəzərə alsaq ki, burada 2 mol Y verib, onda 2 mol Y-im nəyə bərabərdir? 4 X2-yə bərabərdir. Düzdürmü? Bəli, düzdür. Aha. Deməli, burada gətirib yerinə qoyub əvəzləsək nəyi? Gəlin belə baxaq. Deməli, bu götürdüyüm maddə mənim nə qədərdir? İndi Y-in, 2Y-in, yəni burada Y maddəsinin
4x-ə bərabər olduğunu nəzərə alsaq, onda deyə bilərik ki, yəni bu A vur B sərf olunan miqdarı A-dan nə qədərdir? 4 dəfə daha çoxdur, düzdürmü? Yəni 4-ə vurum x-i ki, gətirib y-ə çatdıra bilək. 4A çıx 4B bərabərdir A-ya. Bax, yenə deyirəm, burada y-in 2 mol y-i 4x2 ilə əvəz eləyirik. Yəni 2 mol y baxın burada. Onun sərf olunan miqdarı nə qədər verilib? Bunun sərf olunan miqdarı verilib A qədər. Düzdürmü? Deməli 4x-dır da. 4x-in həmən miqdara bərabərdir. X maddəmin 4 molu həmən miqdara bərabərdir. 4-ü vurduq A çıxıq B-yə. Davam eləmədiyimi ki, y-imiz 4x-ə bərabər olacaq. Düzdürmü? Onda elə burada y, burada 4, bu y-in yerində bir dəqiqə. Bu y-in yerində hər ikisindən 4x yazsaq, məsələn, y-in yerinə bura 4x yazsaq, 4x götürsək, bunu da elə x qədər götürmüş olsaq, onda 5x bunların cəmi, yəni 5x-imiz elə 80-ə bərabərdir. X də bərabərdir, 80-i 5-ə bölsək nə qədər olar? 16 olar, düzdürmü? Və gətirib yerinə yazsaq, bizdən nə istəyirdi? Baxım şərtə. Bizdə deyir ki, A və B-ni müəyyən edin. Deməli, 16, bu isə bura 64, yəni B idi də bu 16. X-in sərf olunan miqdarı 16-dır. X-in sərf olunan miqdarı 16-dır. Və Y-in hamısı sərf olunub, düzdürmü? Y-ində sərf olunan miqdarı isə, bax bura, Y-ində sərf olunan miqdarı isə 64-dür. Biz də görürük ki, 64-dürsə əgər Y-in sərf olunan miqdarı A-mız bərabər oldu 64-ə, A bərabər oldu 64-ə. B-miz isə 64 minus 16 nə qaldı? 48. B-miz isə bərabər oldu 48-ə. Belə ifadə 64-48 D bəndində mövcuddur. Bu oldu 70-ci sual. Davam eləsək, 71-ə baxsaq. Bunun artıq hissəsini bir dəqiqə yerləşdirim mən bura. Yerləşdirdik. Deməli, 71-də deyir, maddələrin başlanğıc mol sayı. Reaksiyanı yazaq. M2 plus 3H2 alınır 2NH3. Başlanğıc sərf son yazsaq. Azotdan başlanğıcda 1 mol, hidrogendən 1,5 mol götürülüb. Artıq qalan maddə X-dir. İndi bunu müəyyən eləməliyik. Deyir ki, reaksiya tam gedərsə, biz də görürük burada əmsal nisbəti 1-in 3-ə nisbətidir, düzdürmü? 1-in 3-ə nisbətidir, amma təbii ki, 3 mol burada hidrogen yoxdur. Nə qədər var? 1,5. Yaxşı, əgər azotdan 1 mol sərf olunanda, hidrogendən 1,5 mol sərf azotdan 1 mol sərf olunanda, hidrogendən 3 mol sərf olunursa, bəs yaxşı, 1,5 hidrogen sərf olunanda nə qədər azot burada istifadə olunacaq? X-im də buradan bərabər olacaq. 1,5-i 3-ə bölsək 0,5. Deməli, azotdan 0,5 mol sərf olunub, hidrogendən elə 1,5 mol sərf olunub. Hidrogendən heç bir şey qalmayıb, azotdan 0,5 mol artıq qalıb. Deməli, 0,5 mol azot artıq qalıb bu şəkildə. Davam edirik. 72-ci sualda bizdən nə soruşur? XOH2, X, OH2 və HY tam reaksiyaya girərək XY2 plus 72 qram su əmələ gəlir. Suyu yazaq, reaksiyanı yazaq. H2O. Burada baxırıq, əmsala ehtiyac var. Hidrogenin qarşısına 2 atırıq, suyun da qarşısına 2 yazırıq. Çünki oksigenimiz 2 olduğu üçün 4 hidrogen bərabərləşdirdik. 148 qram XOH2-dən 324 qram isə HY-dən veribsə və 72 qram da su əmələ gəlirsə, deyir X-in və Y-in nisbi atom kütlələrini müəyyən eləyin. Gəlin XOH2-nin ətəyini elə
x ilə işarə eləyək. Ya eyni adlı ədəd olmasını sonra qarışdırarıq. A ilə işarə eləyək. HY-in emirini 2B ilə işarə eləyək. Suyun emiri isə 36-dır burada. 2 vur 18. Aha. İlk tənasübümüzü yazaq. Deməli 148 qram XOH2 maddəsi sərf olunduqda 72 qram su alınırsa, onda bəs 36 qram su əmələ gələndə nə qədər XOH2 maddəsi sərf olunub? A bərabərdir. 148-i vuraq 36-ya, bölək 72-yə. Burada deməli 2 dəfə, o da olacaq 2 dəfə yox, bu neçə dəfə düşər? 148, bunu ilə ixtisar aparaq. Su ilə 1 mol, 2 mol, 148-də 2-yə bölsək 74. Cavab olacaq 74. A bərabərdir 74-də. Düzdürmü? Aha. Bunun içindən, yəni bu 74 emerdə axı, bu emerin daxilindən mən nəyi tapıb hesablayıb çıxarda bilərəm? X-in A yerini tapa bilərəm. Yəni x plus 17 vur 2, 34. XOH2-nin emeri. Hardan gəldi x plus 34? Bu XOH2 maddəsi deyil. Bunun emirini hesablayanda x-i bilmirəm, yerinə x yazıram. OH 16 plus 1, 17. Bunu da vursaq 17. Bunu da vursaq 2, 34. X plus 34 neçəyə bərabər imiş? 74-ə bərabər imiş. Onda x də bərabər imiş 40-a. Bunu birini tapdıq. Deməli, C, D, Y variantlarını itirdik. Gəldik Y-i hesablayaq. İndi Y-in tənasübünü qursaq. 324 qram HY maddəsi sərf olunanda 72 qram su əmələ gəlir. Bəs 36 qram su əmələ gələndə nə qədər HY maddəsi sərf olunub? 324-ü vurduq 36-ya, böldük 72-yə. Aha. Deməli, 16 162. Düzmü böldük, düz böldük. Və bunu nəzərə alsaq ki, bu 2B olaraq baxırıq buna. 2B. Onda 2B əgər 162-dirsə, B-miz nə qədərdir? 81. Nəzərə alsaq ki, bu HY maddəsidir. H-ımız da nədir? 1. Y-imiz bilmirik nədir? Bərabərdir 81-ə. Onda Y-imiz də bərabər imiş 80-ə. Bu biraz Y-ə oxşamadır. Aha. Y-imiz bərabərdir 80-ə. Onda cavab olacaq B variantı. Bu cür davam eləyirik. Baxırıq 73-cü suala gəlib çatdıq. 73-cü sualı əvvəl buraları silək. Aha. 73-cü sualda deyir, qarışığın tərkibində kuprum karbonat, maqnezium karbonat mol miqdarları ilə verilib. Tam parçalanmasından alınan bərk maddənin kütləsi eyni qramda alınıb. Yəni, reaksiyanın birincisini yazsam. Kuprum karbonat parçalanır. Kuprum O plus CO2. Mən görürəm ki, 1 mol maddədən alınıb 64 üstə gələk 16, 80 qram kuprum O maddəsi. X moldan nə qədər alınacaq? Alınacaq 80x. Baxıram ikinci reaksiya. Maqnezium karbonat. Maqnezium karbonat parçalananda maqnezium oksid plus CO2 1 mola 24 plus 16. Deməli 24, 16, 40. Və Y mol götürmüşəmsə elə 40 Y-də maqnezium oksid alınacaq. İndi bizə deyir ki, bunların bir-birinə bərabərdir qramları, miqdarları. 80x üstə gələk 40y bərabərdir, bir-birlərinə bərabərdir. Bir-birlərinə bərabərdir 40y. Onda 2x-in bərabərdir y-ə. Bu da B variantında göstərilib. Davam eləyirik 74-cü sualla. 74-də bizdən nə soruşur? 74-cü suala baxırıq. Dəmir plus oksigen alındı. Ferrum 3, O4. 3 mol, 2 mol əmsallaşdırdıq. Bizə şərtdə belə bir göstərici verir. Deyir, dəmir və oksigen kütləsi bərabərdir. Yəni, hərəsindən neçə mol götürüldüyünü bilmirəm. A mol dəmirdirsə, bu olacaq 56A. B mol oksigendirsə 32B. Bərabərdir bir-birlərinə. 32B yazdıq. Və sonra deyir, ümumi mol sayı 33-dür. Yəni, A plus B bərabərdir 33-ə. Bu şəkildə yazdıq.
56A bərabərdir 32B-dirsə, deməli hər tərəfi 8-ə bölsəm 7A bərabər olacaq 4B-yə. B-miz bərabərdir 7A bölünsün 4-ə. Gətirib burada əvəzləsək. A plus 7A bölünsün 4. Ortaq məxrəc nə götürək? 4 götürək. Bərabər olacaq 11A böl 4 bərabər olacaq 33-ə. Aha, 11-ə ixtisar getsə burada 3 qalsa, A bərabər olacaq 12-yə. Bunu bildik. Sonra bizə nə deyir? Deməli, başa düşdük ki, biz, deməli, A 12-dirsə B-ni də tapaq. 7 vur 12 böl 4, ixtisar getdi, 3 qaldı. Bu da olacaq 21. Aha, deməli, dəmirdən, ferrumdan, ferrum. 3 mol ferrumdan, bir də 2 mol O2-dən. Nə qədər götürmüşük? Başlanğıc sərf son baxsaq. Başlanğıcda deməli 12 mol dəmir götürmüşük. 12 mol dəmir. Gəlin onun qramına hesablayaq. 12 mol dəmir. 672 qram dəmir. Deməli ikisində eyni mol götürməliyik də. Bu da 672. Aha, yox, hələ bilmirik hansından bərabər götürmüşük. Gəlin 21 molda B maddəsi alına baxın. Bəlkə o daha böyük kütlədir. Onda mən bunu hələ buradan silim. Çünki hansının kütləsi böyük olsa, ona uyğun götürəcəyik başlanğıcı. Deməli, mən tapdım ki, nə qədər imiş? 672 dəmirin kütləsi imiş. 672 dəmir imiş. İndi oksigeni də hesablasaq, 21 vursaq 32, 21, 32-yə vurduq. Bu da oldu 672. Hər ikisindən bəli 672, 672 götürmüşük. Aha. Sonra sərf olunma baş verəndə, deməli 672 dəmirin hamısı sərf olunacaq. Onda həm də əmsal nisbəti kimi baxsaq, dəmirdən deməli bilirik ki 3 molun 2 mola nisbətidir də dəmirlə oksigen. Aha. Əgər 12 mol dəmir reaksiyaya gedibsə, nə qədər oksigen bu dəmirlə reaksiya daxil olmuş olar? 8 mol. 8 mol oksigeni də yazsaq ora, 8 mol oksigen 256 qram eləyir. Dəmirdən heç nə qalmayacaq, amma oksigendən qalacaq 416. 416. Deməli, 416 qram dəmir artıq qalıbmış. Bu şəkildə tapdıq ki, cavab A bəndidir. İndi mən digər hissəni də yerləşdirim. Aha, davam edirik. Deməli, bizdə məsələdə nə deyir? Deyir, maddələri eyni kütlədə götürmüşəm. Reaksiya daxil olan oksigenlərin mol sayını müqayisə eləyək. Deməli, 2 mis plus O2 alınır 2 kubrum O. Deməli 2 dəfə 64, yəni şeyimiz 64 daxı 128 qram. Sonra bu zaman 1 mol oksigen reaksiya daxil olur. M kütlədə götürsəm N1 oksigen reaksiya daxil olacaq. Buradan N1 oksigenim nəyə bərabərdir? N1-im bərabərdir. N1-im bərabərdir M bölünsün 128-ə. Gedək o birisi tənliyə baxaq. S plus O2 mənə verəcək SO2. Əmsala ehtiyac yoxdur. 64 deyirəm. 32 qram kükürtlə 1 mol oksigen reaksiya gedəcək. M qramla da N2. İndi buradan da gəlin N2-ni tapaq. N2 nəyə bərabərdir? M bölünsün 32-yə. Yaxşı, bunları bir-birinə müqayisə eləyəndə, deməli, mənə deyir ki, bunları bərabərləşdirək. Aha, bunları bərabərləşdirməkdən ötürü, məsələn, mən N1-i əgər N1-i 4-ə vurmuş olsam, burada ixtisar gedib 32 qalacaq, düzdürmü? Bərabərləşəcək. Deməli, 4 vurulsun N1 bərabərdir N2-yə. 4 vurulsun N1 bərabərdir N2-yə. Bu şəkildə cavabı tapmış olduq. İndi davam edirik. Aha. 76-cı sualda bizə nə deyir? Deyir ki, reaksiya daxil olub X2O plus H2O və buradan alırıq nəyi? Alırıq buradan XOH-ı. XOH. 2 yazsaq, əmsal atsaq bura, bərabərləşir. 12,4 qram, 3,6 qram. Reaksiya əsasən hansı ifadələr doğru verilmişdir? Və belə deyək də, nə qədər maddə əmələ gələcək? Bilirik ki, bunların cəmi məhsula bərabər olacaq.
Deməli 0,6, 16. 16 qram XOH əmələ gələcək. X-in nisbi atom kütləsi 23-dür. Gəlin tapaq. Necə tapaq? Suyu bilirik axı. Bunu da bir A ilə işarələsək, A bərabərdir. 12 tam, onda 4-ü vursaq 18-ə, bölsək 3 tam, onda 6-ya. İxtisar getsək, burada qalsa 0 tam, onda 2. Vergülləri də atsaq, bu da olacaq 62. Düzdürmü? 62. X2 olmuz 62-dir. Onda 2 vurulsun X üstə gələk 16 bərabərdir 62-dirsə, 2X-imiz bərabərdir 6, 46. X də bərabərdir 23. Aha, bunun doğru olduğunu sübut elədik. Bu düzdür. X2 onun molyar kütləsi 94-dür. Xeyr, biz 62 almışıq. 94 deyil. 0,4 mol XOH əmələ gəlir. Deməli, belə deyək də, mən görürəm ki, 1 mol sudan 2 mol XOH əmələ gəlirsə, 0,2 moldan nə qədər XOH əmələ gələr? Təbii ki, 0,4 mol. Bu da doğrudur. Doğrudur. Bu da doğrudur. Sonra 0,1 mol X2O reaksiya daxil olur. Əgər 18 qram su ilə 1 mol X2O reaksiya daxil olursa, 3,6 ilə nə qədər daxil olar? Təbii ki, ixtisar gedər 0,2 qalar. Bu da doğrudur. 0,2-dir. 0,2-dir. Amma bu isə 0,1 soruşur. Deməli, oldu yanlış. Sonra 16 qram XOH əmələ gəlir. İndi gəlin XOH-a baxaq. Deməli, 18 qram, bunu da bir B ilə işarə eləyək. 18 qram su sərf olunanda bizdən molu mu soruşur, qramın mı? Bilmirik nə qədərdir. Bir B qram əmələ gəlir. 3,6 qram su sərf olunanda isə 16 qram B əmələ gəlib. Onda buradan B nəyə bərabərdir? 0,2-yə bərabərdir. 16-nı da B bərabərdir 16 bölünsün 0,2. O da olacaq 80. Aha. MR-ni 80 tap. Bizdən nə istəyir? 16 qram XOH yazmışıq da bura. Doğrudan da 16 qram XOH əmələ gəlir, düzdür. Deməli, cavab olacaq 1, 3, 5 olan variantlarımız doğru oldu. Mən MR hesablamaq soruşur deyə düşündüm. 77-də 77-ci sualda bizə nə deyir? Deyir ki, uyğunluğu müəyyən eləyin. Edək. Reaksiya axıra qədər gedərsə, ilkin maddələrin mol sayı. Yaxşı. Deməli, 1 mol əvvəl A variantına baxaq. A variantına baxaq. Deməli, N2 plus 3H2 şəklində verib. 1 mol 4 mol götürmüşəm. 1 mol 4 mol götürmüşəm. Amma sərf olunma miqdarı 1-in 3-ədir. Düzdürmü? Aha. Onda 1 mol H2 artıq qalacaq. Deməli, kimdən artıq qaldı? H2-dən 2-yə gedəcək A. Sonra digər varianta baxaq. B variantına baxaq. B-də 2 mol azot götürmüşəm, 6 mol amonyak. Mən də bilirəm bu proses 1-in 3-ə nisbətində gedir axı. Düzdür. 2 mol azot götürsəm, 6 mol hidrogen heç birindən neynəmədi, sərf olunmadı, artıq qalmadı. Deməli, 3-ə gedəcək B. Sonra 3 mol azot götürsəm, 6 mol hidrogen. Bu proses 1-in 3-ə nisbətində getdiyinə görə 6 mol hidrogen reaksiyaya getsə əgər, azotdan 2 mol sərf olunacaq, 1 mol N2 artıq qalacaq. Azot artıq qaldı. Deməli, birinci gedəcək C. Sonra 2 mol götürsək əgər, 2 mol azot götürsək, 8 mol hidrogen götürsək. Bu proses 1-in 3-ə nisbətinə getdiyi üçün 2 bundan götürəndə 6 bundan götürürük, qalır 2 mol. Aha, 2 mol artıq qaldısa əgər, deməli, kimdən artıq qalıb? Hidrogendən. Onda D-ni də əlavə edərik bura. Sonra Y variantında, indi prosesə yenə baxaq. Bilirik ki, proses 1-in 3-ə nisbətində getməlidir. Bu isə bizə deyir 3 mol azot, 9 mol hidrogen götürmüşük. Onda təbii ki, baxın, 3 qatıdır hər ikisinin. Deməli, heç birindən artıq qalmayacaq. Hər ikisi axıra qədər sərf olunub. Onda 1-ə getdi C, 2-yə getdi D, A, 3-ə getdi Y, B. Bu şəkildə həll elədik. Gəldik 78-ci suala. Deməli, 78-ci sualda bizdən nə soruşur? Qapalı qabda CO və oksigen arasında reaksiya baş verib və CO2 alınıb.
Sonra bizə deyir ki, reaksiyadan sonra qabda cəmi neçə mol, deməli, başlanğıc sərf son yazsaq, başlanğıcda 2 mol, 4 mol oksigen götürmüşük. Biz də sərf olunma nisbətini nə görürük? Əmsallaşdırmamışam bir dəqiqə. Deməli, bura 2 yazsaq, 4 oksigen. Belə. Deməli, proses 2-nin 1-ə nisbətində gedir də, düzdür. Əgər 2 mol CO götürmüşəmsə, onda 1 mol oksigen sərf olunacaq. Dəm qazından heç nə qalmayacaq. 3 mol oksigen artıq qalacaq. Bunu bildik. Və bir də bilirik ki, əgər 2 mol dəm qazı 1 mol oksigenlə sərf olunursa, 2 mol da karbon qazı alınır. Deməli, qabımızda son qarışıqda 3 mol oksigen, 2 mol da nədir, oksigen qazımız var, karbon qazımız var. Ümumi qabda 5 mol qazımız olacaq. Belə. Gəldik 79-cu suala. 79-cu sualda 3 N mol hidrogen və N mol oksigendən ibarət qazlardan biri tam sərf olunarsa, hansı ifadələr doğru verilmişdir? Deməli, H2 plus O2. Başlanğıc, sərf, son. Sərf, son. Başlanğıcda nə götürmüşük? 3N hidrogen, N molda oksigen götürmüşük. Düzdür. Mən də görürəm bu proses 2-nin 1-ə nisbətində gedir də. 2-nin 1-ə nisbətində. Yəni, oksigendən N mol sərf olunsa, 2 dəfə artıq hidrogen sərf olunmalıdır. 2N. Deməli, oksigendən heç nə artıq qalmaz, amma hidrogendən N mol artıq qalacaq. Və əmələ gələr 2 mol hidrogen 2 mol su yaradırsa, 2 mol hidrogen 2N molda su yaradacaq. Son qarışığımızda da bu qaldı. İndi getdik cavablara. Suyun deyir, nə doğrudur? Suyun alınan kütləsi hidrogen və oksigenin ilkin kütlələrinin cəminə bərabərdir. Xeyr, ilkin kütlələrin cəminə yox, sərf olunan kütlələrin cəminə bərabər olmalıdır. Bu doğru olmadı. Sonra 2N mol su əmələ gəlir. Bəli, biz artıq bunu görürük. Düzdür. N mol hidrogen artıq qalır. Bəli, bunu da görürük. Düzdür. Oksigen tam sərf olunur. Bəli. Oksigen tam sərf olunur, bunu da görürük. Əmələ gələn suyun kütləsi H2 və O2-nin başlanğıc kütlələrinin cəminə bərabərdir. Bu ilə birincidə deyilən ifadədir də, suyun alınan kütləsi və yaxud əmələ gələn suyun kütləsi. Eyni sözdür də bu. Başlanğıc kütlələrin cəminə. Xeyr. Əmələ gələn məhsulun kütləsi başlanğıc maddələrin sərf olunan kütlələrinin cəminə bərabər olmalıdır. Yanlışdır. Deməli, doğru cavab oldu. 2, 3 və 4. Bu da 79-cu sual. 5.4-ün sonuncu sualı idi və bundan sonra isə nəzərə çıxana baxacağıq.